Deməli, bugünkü dərsimiz past simple tense formdur. Keçmiş sadə zaman forması. Bu zaman formasını düzəltmək üçün bizə 2 dənə yolu var. Nədir? Biri qaydalı yolla düzəlir, biri isə qaydasız yolla düzəlir. Qaydalı yolla düzələrkən biz feilin sonuna id, yəni ed şəkilçisi əlavə edirik. Qaydasız yolla düzələndə isə feil kökündən dəyişir. Yəni içində hərflər dəyişir. Ya hərf düşür, ya artır, ya dəyişir, amma dəyişiklik olur. Yəni amma qaydalı olaraq id şəkilçisi qəti və qəti əlavə etmirik. İndi gəlin baxaq. Görək ki, bizdə hansı qaydalar var ki, mütləq və mütləq əməl etməliyik. Əgər feilimiz y, yəni y hərfi ilə bitərsə 2 hal mümkündür. İsimdə öyrəndiyimiz kimi y-dən əvvəl sait gələrsə y-da dəyişiklik olur. Amma y-da dəyişiklik olmur. İd şəkilçisini əlavə eləyəcək. Amma biz bunu öyrənmişdik ki, isimdən y-dan əvvəl samit gələrsə y i hərfinə çevrilirdi. Yadınızda uşaqlar? Baxın, burada da yenə eyni qaydadır. Görürsünüz, play, played. Try, sadəcə baxıram. Y-dan əvvəl r samit gəldiyinə görə y i-yə çevrilib və ed şəkilçisi qəbul edib. Tidy, tidied. Study, studied. Görürsünüz? Baxın, indi sonu e ilə bitirsə, onsuz da, yəni i hərfi ilə bitirsə, e hərfi var da burada. Mən bir dənə, niyə təzədən bir dənə də e hərfi artırım ki? Elə bir dənə d hərfini əlavə edirik d-imizi. Bitdi, getdi. Invite, invited. Arrive, arrived. Prepare, prepared. Gördüyümüz kimi bu cür istifadə edirik. Və samit, tək hecalı feil samit ilə bitərsə, biz nə edirik? Bu zaman biz sonuncu samit ikiləşir, yəni cüt olur. Məsəl üçün plan, planned. Stop, stopped. Drop, dropped. Gördüyümüz kimi yaxşı. Və l hərfi ilə bitərsə də, yəni bildiyimiz l hərfi ilə də bitərsə, onda da nə edir? Qoşullaşır. Travel, traveled. Baxmayaraq ki, uzundur. Amma bayaq nə deyirdik? Deyirdik ki, tək hecalı olanda qısalarda cütləşirdi. Gəlin indi baxaq, bunlar necə tələffüz olunur. Əgər bax feilimizin sonu bu səslərlə bitərsə, f səsi ilə, f səsi ilə, s səsi ilə, ş, ç, k səsləri ilə bitərsə, biz bunu nə edirik uşaqlar? Biz onda t deyə tələffüz edirik. Məsəl üçün hop, hopped, laugh, laughed. Görsən, biz bunu t deyə tələffüz elədik. Pass, passed, wash, washed, watch, watched. Bu cür istifadə elədik. Amma uşaqlar, t və d səsləri ilə bitərsə, biz bunu id deyə tələffüz edirik. Məsəl üçün, wait, waited, visit, visited. Görürsünüz, t və d hərfi ilə bitərsə, biz onu id deyə tələffüz edirik. Və p, f, s, ş, ç, k hərfi ilə bitərsə, biz onu t deyə tələffüz edirik. D qalanları ilə isə d deyə tələffüz edirik. Məsələn, listen, listened. Play, played. Open, opened. Stay, stayed. Aydın olur. Gəldi indi əsas məqama. Biz bunların keçmiş zaman formasını necə düzəldirik? Baxın uşaqlar, məsəl üçün deyirəm ki, burada verilibdir. Deyirəm ki, burada deyir ki, nədir? I worked. Qaydalıdır, görürsünüz, sonuna id şəkilçisi əlavə olunub. I worked. Mən işlədim. Mən bu sualını düzəldəndə, ümumiyyətlə present simple zamanında da sual formasını düzəldəndə nə edirdik? Əvvələ do, does gəlirdi də şəxsə uyğun olaraq. Burada da bütün şəxslərin qarşısında əvvələ keçmişdə gələcək did. Did nədir uşaqlar? Did əslində do, does'ın keçmiş formasıdır. Baxın, do və does'ın keçmiş forması olur nə? Did. Əsas feil kimi bu etdi deyə tərcümə olunacaq. Yaxşı, gördüyümüz kimi və əgər köməkçi feil keçmişə düşürsə, did görürsən, do, does'ın keçmiş formasıdır da did dedim. Köməkçi feil keçmişə düşürsə, onda əsas feilimdəki id şəkilçisi düşür. Görürsünüz, burada yoxdur. Did I work? Did you work? Did we work? Did you work? Did she work? Bu cür istifadə edirik. Aydın oldu. Biz bunun inkar formasında da nə edirik? Biz dedik ki, present simple, burada uşaqlar həm did olub, həm də feilim keçmiş zamanda olsa yanlışdır. Yadımızda saxlayırıq nəyi? Əgər
Cümləmiz do, does. Bir də did ilə başlayırsa və yaxud da ki, bunların inkarı, notları doesn't, don't, didn't olarsa, feil həmişə verbimiz, feilimiz hər zaman birinci formada və yaxud da ki, verb zero deyilir. Yəni, yalın formada istifadə olunur. Heç bir şəkilçi olmadan istifadə edilir. Biz dedik ki, indi inkar formasını düzəltmək istəyirik. Yadınızda do ilə does olurdu don't, doesn't inkar formasında. Yadımızda uşaqlar. Bu cür istifadə edirdik də. İndi burada da nə edirik uşaqlar? Do'dur da. Do'muz amma keçmişdə necə olmuşdu? Did olmuşdu. Biz də nə edirik? Did not. Yəni didn't. Yaşa. Didn't deyə istifadə edirik. Bax, didn't olan yerdə ümumiyyətlə did varsa feil əvvəlki formasına qayıdır. Yəni indiki sadə zaman formasına. Sadəcə olaraq indiki sadə zaman niyə demək istəmirəm? Fikriniz yayınmasın. Çünki bir dənə adamdan sonra indiki sadə zamanda s qəbul edirdi. Bunda belə şey yoxdur. Görürsünüz? He didn't work. S söhbəti keçmiş zamanda yoxdur. S yalnız present simple zamanında qaldı. Yaxşı. İnkar forması feilimin qarşısına qoyuram. Bayaqdan don't, doesn't qoydum. İndi də keçmişdə didn't qoyuram. Və qətiyyən yenə dediyim kimi didn't olan yerdə də feil keçmiş formada ola bilməz. Əvvəlki formasına qayıdır. Gəldi indi to be'nin keçmiş zaman formasını düzəltməyə. To be bilirdi ki am, is, bir də are olurdu. Keçmişdə bu nə olur? Am, is olur keçmişdə. Was, are da olur keçmişdə. Were. Am, is'dən sonra indiki zamanda necə not gəlib onun inkarı idisə, was, were'dən sonra not gəlir, onun inkarı düzəlir. Necə ki, am, is, are sualda keçirdi cümlənin əvvəlinə, burada da was, were sualda nə edəcək? Keçəcək cümlənin əvvəlinə. Baxın uşaqlar, məsəl üçün, my sister was tired. Mənim bacım yorğun idi. İndi deyirəm ki, was my sister tired? Mənim bacım yorğun idi. Görürsünüz, bu cür istifadə edirəm. My sister wasn't tired. Mənim bacım yorğun deyil. To be ilə olanlardır. Gəldi əsas yerə, zaman göstəricilərimiz. Bayaqdan deyirdik ki, today olsun, sometimes olsun, usually olsun, nə bilim, always olsun. Bunlar zaman göstəricilərimiz idi indiki zamanda. İndi yesterday, dünən. Last sözü ilə olanlar. Last week, keçən həftə. Last month, keçən ay. Last year, keçən il. Last night, keçən gecə. Bir sözlə last olarsa, yesterday sözü olarsa, yesterday morning, yesterday afternoon, yesterday evening və yaxud da ago çox gözümüzə sataşacaq. Ago varsa, years ago, 2 days ago, in verilib. İndən sonra keçmişdə bir il verilərsə. Baxın, yadımızdan çıxartmırıq. Hələ 2026-nı yaşamamışıq elə. 2026 desəm, mən bundan gələcək verəcəm. Amma 2024 desəm məsələn, mən bundan keçmiş zaman verəcəm. Uyğun olaraq ya was, were, ya did, ya didn't bunlardan verəcəm. Yəni indən sonra keçmiş də bir tarix. Və yaxud da ki, in my childhood, mənim gəncliyim, uşaqlığımda və yaxud da ki, mənim gəncliyimdə yaşa. Bu cür istifadə edirəm. İndi gəldik bura. Bəzi feillər var ki, uşaqlar, bu tərəf, buranı üçüncünü öyrənməyin. Bir tərcümələri %100 öyrənin. Bir də bu feilin birinci formasıdır, indiki zadə zaman forması. Bu da feilin keçmiş zaman forması. Amma bunları %100 əzbər soracağım sizdən. Düzdür, biraz çoxdur. Amma bunları əzbər soracağım sizdən. Qayda rahatdır. Baxın, elə feillər var ki, 3 zaman forması deyir eynidir. Nədir bunun 3 zaman forması uşaqlar? Baxın, deyim də sizə. Present perfect zamanında var. Biz sizinlə keçəcəyik, gələcək bitmiş zaman. Bitmiş zamanda da feillər tamam başqa bir funksiya daşıyır artıq. Tamam funksiyası dəyişir. Amma indi uşaqlar, buranı dedim ki, üçüncünü öyrənmirik. Üçüncüsü bizə perfectdir. İndi getdik. Bax, yəni bunun 3 forması da eynidir. Let. Görürsünüz, üçü də eynidir. Hard. Shut. Put. Cut. Read. Bu cür. Sadəcə bu readdə tələffüzdə fərqlidir, keçmişdə read olur. İndi deyərsən ki, ay müəllim, mən bunun indiki və ya keçmiş olduğunu hardan bilim? Ən yaxşı yol. Testlərdə də elə bu cür salırlar. He
bir də ay. Və yaxud da ki, belə qoyum. He, bir də ay. Bax, uşaqlar, əgər he cut desə, o kəsir. Bir də cuts. I cut, I cut. Ay uşaqlar, baxın, məsəl üçün, he cut, bax, birinci nümunəyə baxın bura. He cut, bir də he cuts. Bax, bunun sonunda s yoxdursa, deməli, bu keçmiş zamandır. Bunun sonunda s varsa, deməli, bu indiki zamandır. Çünki biz bilirdik, axı, indiki sadə zamanda bir dənə adamdan sonra gələn feil s şəkilçisi qəbul edirdi. Tam da olaraq testlərdə bunu salırlar. Bax, bu feillərdən sonra s varsa, bir dənə adam qoyurlar və s varsa, deməli, indiki sadə zamandadır, amma s yoxdursa, deməli, keçmiş zamandadır. Məsəl üçün, uşaqlar nə edirik? I cut, mən kəsirəm, I cut, mən kəsdim. Bunu bilmək olmur. Amma ən yaxşı yolu he, she, itdir. İndi nə edirik? Bir də var ki, iki forması eyni olanlar. İki forması eyni olanlar hansıdır? Bax, bu fərqlidir, amma bu, görürsünüz, bu ikisi eynidir. Amma bu fərqlidir, ən rahatdır. İndi bunların da yollarını öyrədəcəm sizə ipuçları ilə. Başqa heç yoxdur. Baxın, bir də üç forması da tamam fərqlidir. Görürsünüz, do, edirəm, did, etdim, done, perfectdə istifadə edirik. Choose, chose, chosen. Görürsünüz, üçü də fərqlidir. İndi gəlin bura. Uşaqlar, əgər yadımızda saxlayırıq. Baxın, məsəl üçün, bunlara fikir verin. Bax, görürsünüz. D ilə bitənlərə. Hamısında tam da elə deyil, amma məsəl üçün, D ilə bitirsə, o D-nı silirəm, yerinə nə qoyuram bir dənə? T qoyuram. D-nı silirəm, yerinə də T qoyuram. Yaxşı, olur keçmiş forması. Deyərsən, müəllim, testə baxdım, yadımdan çıxdı. Mən nə bilim, bu sen dedim indiki, yoxsa setdim indiki? Bilirsiniz nə ilə yadımızda saxlayırıq? İndi sözü. İndi sözündə D hərfi var, elə? Hə, uşaqlar? Eşidirsiniz məni? Bəli. Bax, görürsünüz, bax, bunların indiki zaman formasında sonu D ilə bitir. İndi sözündən yadınızda saxlayın ki, indi sözündə də D hərfi var idi. Bax, bunların da sonu D ilə bitir, deməli, bu indiki zamandadır. Amma keçmiş zamanda nə ilə bitir? T ilə bitir. Fikir verirsiniz? Keçmişdə T ilə bitir. Gördünüz? Aydın oldu bu birinci ipucu. Başqa heç yerdə yoxdur. Ona görə diqqətlə burasına qulaq asın. Əzbərləməyə kömək olacaq sizə. Baxın, uşaqlar, nə edirik? 2 dənə olarsa artıda nə edirik, uşaqlar? Bax, bir də fikir verməliyik ki, bu 2 olan sözümüz, yəni i hərfi olan, i səsi olan sözümüz, bax, live də, a da, məsəl üçün, bizə i səsini verir də, bizə i səsini verir də, uşaqlar. Yəni, i səsini verən olsun. Bu i səsini verənlərə diqqət edirik. Nə edirik? Ən yaxşı deyirəm, belədir. 2 dənə var elə kipdə. Eləmi? Nə edirik, uşaqlar? K-nı yazdım. E-nin biri düşəcək. P-nı da yazdım. Sonuna da T əlavə edirəm. Keçmişlərdə T olur da. Kept. Aydın oldu. Bax, bunu bu cür əzbərləyin. Başqa başınızı yormayın. Sleep. Keçmişdə oldu. Slept. E-nin biri düşdü. Görürsünüz, sonuna T artırdım. Feel. Felt. Leave. Leave-də də i hərfidir də. Sadəcə left. Burada f-v əvəzləşməsi olacaq. Aha, indi deyərəm ki, bunlarda niyə olmadı? Bunlarda niyə t yazmadım? Bunun da sonu t ilə bitib də. Məsəl üçün, mit sözündə görürsünüz 12-ci, 13-cü sözlərdə. Olsa sonu t ilə bitib də t-d səsini verir. Və niyə tezdən buna t-d əlavə edeyim ki? Elə bir dənə hərfinin biri düşür. Olur da met, fet. Aydın oldu. İndi bir də ki, bir dənə ipucu. 16-cı bir də 17-ci sözə baxın. 16-cı bir də 17-ci sözə baxın. Görürsünüz uşaqlar. Sell, tell. ilə bitənlər l, l. Bunlar bilsiz nə olur uşaqlar? Bunlar olur o, l-dır. Bax. İndi bax. Sell deyib elə. Sell. L, l var elə. Sunu yazıram. Suya dəymirəm. L, l olacaq nə? O-lıdır. Salt. Gördünüz? Salt.
Baxın uşaqlar, ikinci nümunə. Tell. Oldu nə? Told. Bunu heç carda görə bilmərsiniz. Gördünüz? Bu cür istifadə edirik. Keçmişlərdə görürsünüz tığlar daha çox üstünlük təşkil edir. Düzdür, dığlar da var. Amma tığlar fikir verirsiniz daha çoxdur. Aha, gəldi indi buna. Sonu ayı ilə bitərsə. Ayı. Biri var ley. Burada yoxdur, indi yazım. Ayı. Ayı ilə bitərsə, ayı ilə. Hətta bunun üstündən xət çəkim. Ayı ilə bitərsə uşaqlar, o nə olur? A, I, D. Bu D hərfidir. A, I, D olur. Baxın uşaqlar. Say deyil filə. Burada görürsünüz 24-cü. Say. S-nı yazdım. Ayı nə olmalıdır? A-ydı. Set. Aydın oldu. Sonra uşaqlar. Məsəl üçün pay. Pay. P-nı yazdım. Dəymirəm. A-yını çevirdim. Oldu nə? Pet. Və yaxud da ki lay. Lay. L-nı yazdım. Ayı nə oldu? İdi. Oldu nə? Late. Yəni xüsusi olaraq tamam özümüzü də öldürəcəyik bundan ötürü də. Amma belə asan yolları varsa bunları tam olaraq da belə əzbərləyək. Məsəl üçün burada nələrimiz var? Əslində i hərfinin o hərfinə çevrilməyi də var. Gəlin baxaq. 2 dənə o olanda o'nun biri düşür. 2 dənə e olanda e'nin biri düşür. Bunu yadımızda saxlayırıq. Aha. İkinci səsi bizim i olanda adətən o olur. Baxın, məsəl üçün speak. Speak deyirəm də. Deyəndə nə deyirəm? S, P, I, K. Yəni ilk saiti nədir? İdi. Elə ilk saitimiz idi. Eləmi? Mən bunu neyinirəm? Elə olanda bir dənə i o'ya çevrilir. S, P, görürsünüz? Bunu yazım sözü bura. Speak. S, P-nı yazdım. Bunlar mənim samitimdir. Buna dəymirəm. İndi uşaqlar, i'di də, i'miz dedim o'ya çevrildi. Bu i səsini verir e-a. K-nı da yazdım. Amma sonuna bir dənə artıracağım. Spoke. Speak, spoke. İndi məsəl üçün drive. Drive. 8-ci sözə baxın. A, yaşa. Oldu nə? Drove. Drive. Bunu prosto belə yazıram ki, bilin. D-nı yazdım, R-nı yazdım. I olacaq o, V, E-sini yazdım yerinə. Oldu nə? Drove. Mənim nə görə nəzərdədir bu qayda? Hə, oradadır. Adı nədir müəllim? Past simple tense. Məsəl üçün write. Write. Onsuz da biz bildik ki... Wrote. Ay, yaşa. Onsuz da biz bildik ki, R-dan əvvəl W gələndə o W oxunmur. Wrote. İkinci hərf, ilk saitimiz idi də. Oldu nə? Wrote. Gördük. Deməli, ən çox qarışdırılan nədir uşaqlar? 16-cı sözə baxın. Fall. Yıxılmaq. Düşmək. Bu nədir? Bunu uşaqlar keçmişini qarışdırır. Bu feili qarışdırırlar. Niyə? Bunu qarışdırırlar nə ilə? Fil və yaxud var idi fil hiss etmək. Ondan uşaqlar bunu qarışdırır. Bilmirlər ki, bu filin mi keçmişidir, yoxsa folun mu keçmişidir də yəni görüm. Ay, sağ ol. İndi deyəndə indi burada yanındadır. Bu deyil uşaqlar. Prosto şey olur. Yazanda əlim gedir. Bayaqdan yazamadım. Biz bayaq dedim ki, burada 2 dənə e olanda e'nin biri düşür. T əlavə edirik. Oldu nə? Felt. Bu bildim ki fildir. T'sı varsa bu fildir. Folda isə e olur. 2 dənə l, a hərfi nə olur? E olur. Fell. Görürsünüz? Bu cür istifadə edirik. Sonra... Bunlarla söz verəcəyik hə? Ay, sağ ol. Gələn dərsə ancaq bunu verəcəm sizə. Test zat heç nə vermişəm. Amma bunları sizdən dənə-dənə soruşacağam. Mən deyəcəm chat hissəsində mənə yazasınız. Mən bir də bu hansı qayda kitabındadır? Nərgiz Nəcəfli. Mən o PDF məndə silmirəm. Nərgiz Nəcəfli. Qrup adlı yoldaşınız. Mənim kimdəsə ada bilərdi. Qrup adlı elə yoldaşınız bayaq. Baxın, give-ə baxırıq. Give. Görürsünüz? Give. Oldu nə? Gave. Bax, burada da give var. Görürsünüz? For yazıram. Gave dəyişirəm. Aha. Baxın uşaqlar. See, so olur. Bu heç. Bunu bildik. Take. Take olur nə? Took.
Shake. Görürsüz? Shake. Take. Bax. Shake. Görürsən, E-yi verənlər. Olur nə? E-yilarımız olur. O. Şuk. Məsəl üçün take. Took. Transkripsiyanın içində bizə E-yi verir, eləmi? Oldu nə? Took. Buradan da yadımızda saxlayırıq. Tələffüzdən yadımızda saxlayırıq uşaqlarımız. Müəllim, gələn dəfə necə soruşarsınız bu qaydanı? Qaydanı birinci danışasınız. Sonra chat hissəsində hamı mənim adımı teqləyəcək. Mən indiki zaman formasını deyəcəm. Siz mənə keçmiş zaman formasını yazasınız. Siz infinity deyəsiniz. Yaşa. Infinity. Siz mənə Aynen, bildim past mən. formasını yazasınız. Amma hamımızın kamerası açıq olacaq. Məsəl üçün draw, show, OW ilə bitir. Məsəl üçün know, throw, görürsüz OW ilə bitir. Bax, bunlar neyinir uşaqlar? Müəllim, EW burada olur. qaydada nə qədər söz var? EW olur, çoxdur sözümüz. Amma mən sizə ən yaxşı yolunu deyirəm də uşaqlar. Bunu heç kim belə bu cür izah verməyibdi, verə də bilməz. Bunu mən uşaqlardan ötürü, elə sizdən ötürü məsələn hazırlıqda fikirləşmişəm ki, bunları belə ən rahat yolu ilə necə eləyə bilərik? Uşaqların yadında necə qalar? Görürsüz OW olanlar, görürsüz OW-dur. Fikir verirsiniz bunlara. OW-dur. Baxın 23-ci, 23. Burada flight düzü arada düşübdür. Bax 29 da daxil olmaqla. 28. Burada nə edirik? Show qaydalıdır. Showed. İndi bax burada nə edirik ya uşaqlar? Baxın görürsüz? OW olanlar sonu EW olur. Grow, grew. Know, knew. Throw, threw. Görürsüz? Fly yazılır. Fly sadəcə olaraq o mənim flew olur. Sadəcə olaraq dediyim kimi bu OW ilə bitmir deyə deyirəm, elə baxmayın. Yadımızda qalanlar.